Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə baxacağımız mövzu isimlərin cəmlənməsidir. Azərbaycan dilindən bizə məlumdur ki, isimlər cəmlənərkən sözün sonuna lar, lər şəkilçisi əlavə olunur. İngilis dilində isə isimlərin cəmlənməsi adətən s əlavə etməklə düzəlir. Burada bunu xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan dilində s formatında yazılsa da, ingilis dilində s olaraqdan tələffüz olunur. Növbəti slaydlarda biz bunu bu şəkildə tələffüz edəcəyik. Ona görə də qarşılıq yaranmasın deyə bunu burada qeyd edirəm. Kitab, kitablar, e-book, books. Göründüyü kimi e artiklı silinir və sözün sonuna s şəkilçisi əlavə olunur. Buradan dolayı yollarla belə bir nəticəyə gəlirik ki, isimlər cəmlənərkən qarşısındakı en artiklı silinir. Növbəti dərslərdə daha detallı bunu keçəcəyik, amma yenə də bunu burada qeyd etmək istəyirəm ki, en artiklı sayılan tək isimlərin qarşısında istifadə olunur. Cəmlənmə zamanı artıq onun qarşısındakı artiklı silinir. Biz əvvəlki slaydda qeyd etdik ki, adətən sözün sonuna s əlavə olunmaqla ismin cəmlənməsi yaranır. Lakin bəzi hallarda isə es əlavə olunur. Sözün sonu qeyd olunan hərflərlə bitən isimlərin cəmi es əlavə olunmaqla düzəlir. Yenə də artiklı silinir, sonu s ilə bitdiyi üçün es əlavə olunur. Lakin bəzi latın mənşəli sözlər var ki, onlar o hərfi ilə bitsə də yenə də s əlavə olunur. Diqqət yetirsəniz, görərsiniz ki, bu sözlərin əksəriyyəti elə Azərbaycan dilində də eyni şəkildə tərcümə olunan sözlərdir. Məsələn, kilo, video. Bunları göz yaddaşı ilə yadımızda saxlamaq gərəklidir. Bəzi o hərfi ilə bitən sözlər var ki, cəmlənərkən həm s, həm də es qəbul edə bilir. Mən hər iki variantı yaza bilərəm. Yəni, hər iki variant doğrudur. Bəzi sözlərimiz isə var ki, bunlar kökdən dəyişərək cəmlənən isimlər sırasındadır. Hansı ki, bu isimlərin sonunda s və yaxud da es axtarmaq lazım deyil. Çünki cəmlənmə kökdən baş verir. Bu sözləri biz tam şəkildə əzbər bilməliyik ki, tək isimlərlə qarışdırmayaq. Eləcə də en artırmaqla cəmlənən isimlər var ki, onlarda cəmlənmə en şəkilçisi vasitəsilə həyata keçirilir. Y hərfindən əvvəl Sait gələrsə, sözün sonu y hərfi ilə bitirsə, burada y hərfindən əvvəl Sait və yaxud da Samit gəlməsindən asılı olaraqdan cəmlənmə müxtəlif cür ola bilir. Əgər y hərfindən əvvəl Sait gələrsə, bu halda sadəcə s əlavə olunur. Boy, boys, toy, toys. Lakin əgər y hərfindən əvvəl Samit gələrsə, bu zaman y düşür və es əlavə olunur. İngilis dilində f və yaxud da f ilə bitən 12 isim var ki, cəmlənərkən f düşür və vəs əlavə olunur. Ekranda gördüyünüz şəkilli sözlərdir ki, bunlar cəmlənmə zamanı və şəklində cəmlənir. F-ni düşürdürəm, vəs əlavə edirəm və yaxud da f-ni düşürdürəm, vəs əlavə edirəm. Lakin mənim 3 ismim var ki, bunlarda həm s, həm də vəs formasında cəmlənmə olur. Həmişə cəmdə olan isimlər adı üstündə həmişə cəmdə olan isimlərdir. Əzbərə ehtiyac olmadan burada qeyd olunan məsələləri aydınlaşdıraq. Həmişə cəmdədirsə əgər, əlbəttə ki, tək forması olmur. Əvvəlki slaydlarda qeyd etdik ki, en artiklı yalnız tək isimlərin qarşısında istifadə olunur. Bu səbəbdən əgər həmişə cəmdədirsə, tək forması yoxdur, yəni en artiklı qəbul etmir. Əlbəttə ki, xəbər həmişə cəmdə olur. Əlbəttə ki, birdən böyük rəqəmlərlə istifadə olunur. Cəmdə olan əvəzliklər və cəmdə olan işarə əvəzliklərlə istifadə olunur. Bu isimlər özlüyündə 3 kateqoriyaya bölünür. Gəlin bir-bir bu məsələləri aydınlaşdıraq. 2 hissədən ibarət olan isimlər. Hansı ki, biz əgər şəkillərə baxsaq, özümüz də görərik ki, bu isimlər 2 hissədən ibarətdir. Gördüyünüz kimi, biz bunları 2 hissə formatında götürə bilərik. İngilis dilində belə isimlər cəmdə olan isimlərdir. Yəni, bunları bir qayda olaraqdan biz həmişə cəmdə götürürük. Sonu s-lə bitən həmişə cəmdə olan toplu isimlər. Biz normalda bu isimləri variantlarda gördükdə bilirik ki, bu isimlər cəmdədir. Çünki sonunda e şəkilçisi vardır. Lakin yenə də diqqət yetirmək lazımdır ki, bunlar həmişə cəmdədir. Ən çox diqqət edilməli məsələlərdən biri də məhz budur ki, sonu s-lə bitməyən, lakin həmişə cəmdə olan isimlər. Hansı ki, biz bunların sonunda s görmürük və görmədiyimiz üçün təkdə götürürük. Burada da biz yanlış edirik. Hansı ki, bu isimlərin sonunda s yoxdur, lakin həmişə cəmdədir. Police, poultry, people, cattle, gentry. Bu isimlər bir qayda olaraq həmişə cəmdədir. Biz əvvəlki slaydda qeyd etdik ki, police sözü həmişə cəmdədir. Lakin police sözündən sonra isim gələrsə, burada vəziyyət dəyişir.
Police are looking. Gördüyünüz kimi həmişə cəmdə olan isimdir. Xəbərimiz də buna uyğun cəmdə verilib. Lakin police sözündən sonra isim gələrsə, avtomatik mən bu sözə yox, artıq onun qarşısındakı sözə baxıram. Növbəti dərslərimizdə daha detallı formada keçəcəyik ki, iki isim yanaşı gələrsə, bu zaman birinci isim təyin rolunda çıxış eləyir. Yəni bir növ belə desək, sifət olaraq çıxış eləyir. Polis işçisi, polis zabiti. Bu səbəbdən mənim baxacağım hissə officer sözüdür. Təkdədirsə təkdə yazılacaq, cəmdədirsə cəmdə yazılacaq. Eləcə də officer yazılmasın man, woman və yaxud da car yazılsın. Fərqi yoxdur. Police sözündən sonra gələn ismə baxaraqdan uzlaşmanı həyata keçirdirəm. Police sözü ilə yanaşı people sözü də vardı ki, sonu s-lə bitməyən, amma həmişə cəmdə olan isimlər sırasındadır. Lakin people sözünün mövcud vəziyyətdəki tərcüməsinə diqqət yetirmək lazımdır. Əgər adamlar cəmaət mənasındadırsa, bəli, cəmlik bildirir. Lakin xalq mənasındadırsa, artıq burada təklik bildirir. Və əgər mən orada xalqlar demək istəyirəmsə, həmin sözün sonuna s əlavə edirəm və peoples xalqlar mənasında olur. Bunu anlamaq üçün people sözünün istifadə olunduğu cümləyə diqqət yetirmək lazımdır. Əvvəlki dərsimizdən xatırlayırıq ki, mürəkkəb isimlər iki və ya daha artıq sözün birləşməsindən yaranan sözlərə deyilir. Mən, woman sözləri mürəkkəb isimlərin bir tərkib hissəsi kimi gələ bilər. Bu zaman bunların cəmlənmə forması iki müxtəlif hala bölünür. Öndə gələrsə və sonda gələrsə. Əgər öndə gələrsə, məsələn, buradan verilmiş nümunədəki kimi hər iki tərəfi cəmləndirirəm. Həm birinci ismim kökdən dəyişir, həm də ikinci ismimin sonuna s və yaxud da es əlavə olunur. Lakin sonda gələrsə isə yalnız buradakı men sözü cəmlənir. Birinci hissəmdə heç bir dəyişiklik etmirəm. Qeyd olunan sözlərin sonunda mən sözü gəlsə də, yenə də bu sadəcə sözün özüdür, yəni sadə sözlərdir. Diqqət yetirsə əgər görərik ki, nur, ro, yer, hu deyə bir sözlər yoxdur. Yəni bu zaman buradan da aydın olur ki, bu sözlər sadə isimlərdir və sadə isimlər sözün sonuna s artırmaqla cəmlənir. Bitişik yazılan mürəkkəb isimlərin cəmi sözün sonuna s artırmaqla düzəlir. Həmişə təkdə olan isimlər yenə də əzbərə ehtiyac olmadan gəlin bir-bir aydınlaşdıraq. İlk növbədə bunu aydınlaşdırmalıyıq ki, həmişə təkdə olan isimlər sayılmayan isimlər kimi qəbul olunur. Sayılmayan isimlərin qarşısında en artiklı istifadə olunmur. Biz əvvəlki slaydlarda da qeyd etdik ki, en artiklı sayıla bilən və tək isimlərin qabağında istifadə olunur. Əgər isim sayılmayan isimdirsə, bu zaman qarşısında artikla ehtiyac yoxdur. Adı üstündə həmişə təkdirsə və sayılmayandırsa, mənim rəqəmə ehtiyacım yoxdur. Çünki biz bunları istəsək də saya bilmərik. Sonunda s olsa da həmişə təkdədir. Bəzi hallarda olur ki, həmin sözlərin sonunda s görürəm. Lakin adı üstündə həmişə təkdə olduğu üçün mən bunların cəmdə götürə bilmirəm. Həmin isimlər həmişə təkdədir. Xəbərdəki əlbəttə ki, həmişə təkdə olur. Həmişə təkdə olan isimlər, cəmdə olan isimlər kimi 3 kateqoriyaya bölünür. Gəlin burada bir haşiyəyə çıxıb da həmişə cəmdə olan isimlərin kateqoriyalarını xatırlayaq. Həmişə cəmdə olan isimlərin kateqoriyaları hansıları idi? İki hissədən ibarət olan isimlər, sonu s-lə bitən həmişə cəmdə olan toplu isimlər və sonu s-lə bitməyən həmişə cəmdə olan isimlər. Təkdə olan isimlər yenə də 3 kateqoriyaya bölünür. Birinci olaraq da new sözü. Həmişə vurğuladığım kimi bu sözü heç vaxt yadınızdan çıxarmayın. Çünki ayrılıqda bir kateqoriyadır. Baxmayaraq ki, sonunda s var, amma həmişə təkdədir. İdman və oyun adları. Diqqət yetirsəz, yenə də görərsiniz ki, hər bir sözün sonu s-lə bitir. Lakin bu sözlər idman və oyun adlarıdır. Bilyard, dama, atletika, yəni bu kimi sözlər həmişə təkdədir. Elm və fən adları, riyaziyyat, fizika, yenə də bunların sonunda s olmasına baxmayaraqdan həmişə təkdədir. Təki və cəmi eyni olan isimlər, hansı ki bunlar təkdə də, cəmdə də eyni formada yazılır. Sözün sonuna s və yaxud da es əlavə olunmur. Bu sözlər sheep, deer, fish, swine olaraqdan 4 dənə sözümüzdür. Bu zaman ortaya belə bir sual çıxır. Bəs bu isimlərin təkdə və ya cəmdə olmasını haradan, necə bilə bilərik? Təkdədirsə əgər qarşısında en artiklı olmalıdır. Hansı ki sayıla bilən tək isimlərin qabağında en artiklı istifadə olunur.
İşarə əvəzliklərindən təkdə olan işarə əvəzlikləri ilə istifadə olunur. Eləcə də digər əvəzliklərdən də təkdə olanlarla istifadə olunur. Bu əvəzlikləri əvəzlik mövzusunda daha detallı keçəcəyik. Xəbər isə təkdə olur. Is, was, has və yaxud da indiki zamandırsa feilimizin sonunda is və yaxud da es əlavə olunması, bunların hər biri həmin sözün təkdə olduğunu bildirir. Əgər cəmdədirsə, əlbəttə qarşısında qeyri-müəyyən artikel, yəni en artikeli ola bilməz. Cəmdə olan işarə əvəzliklərlə istifadə olunur. Əvəzliklərdən cəmdə olanlarla istifadə olunur. Xəbər cəmdə olur. Eləcə də kəmiyyət göstəriciləri, yəni a lot of, many, few, several bunlarla istifadə oluna bilir. Bəzi millət adları var ki, onlar cəmlənərkən s qəbul etmir. Chinese, Japanese, Portuguese, Swiss. Bu 4 millət adında cəmlənmə zamanı artikeli d artikelına keçid edir. Təki, d isə cəmi bildirir. Videonu bəyəndinizsə bəyənməyi, eləcə də kanala abunə olmağı unutmayın. Dərslərimizlə bağlı əlaqə üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz.